Salam, mən Aydan Aslanlı. 2005-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan dili və ədəbiyyata olan xüsusi marağımın nəticəsidir ki, hazırda Bakı Dövlət Universiteti Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə 3-cü kursda təhsil alıram. Şərq Ülkələr Ədəbi Məclisinin üzvüyəm. Əhdi təxəllüsü ilə şeirlər yazıram. Sən çıxıb seyrə gül üzlüm, məni lal eyləmisən. Laləni qarələyib, qönçəni al eyləmisən. Ey qılıc qaşlı, həcər gözlü sənəm, dur, getmə. Gəlişinlə gözəlim, qanlı qital eyləmisən. Hicrinə dözməyimə məndə dözüm yoxdur, fəqət nazını çəkməyimi adət-ü hal eyləmisən. Boyun olmazdı qulun dəhrə qonaq gəlməyi, sən içirib eşq meyin, sonra sual eyləmisən. Bir dəmirçi hünəri vardı qızıl əllərdə. Əlif idi, qədimi gör necə dal eyləmisən. Qaç, görüş vaxtıdır rəhdi, səni gözlər yarın. Sözünü tutmağına yaxşı məcal eyləmisən.